Gəncə paxlavası közdə bişməlidir. Közü salandan sonra qəşəng yerini rahatlayırıq, bölürük ətrafına. Sırf közün özünün də qoyma qaydası var ki, mecmayının tam altına köz olmamalıdır. Qıraqlarından yavaş-yavaş pişməlidir. Gəncə paxlavası. Mecmaya yaxşı yağlanılır. Ləpələr çəkilir, şəkər qatılandan sonra qəşəng bölünür altı yerə. Xəmir yumşaq xəmir doğranılıb 9 kündəyə ayrılır. Bu zaman kündələrin ikisi böyük olmalıdır. Yerdə qalanlar orta ölçüdə olur. Yaxşı kündə salmaq lazımdır. Yuxarı bax beləcə yayılıb, mecmayının üstündən biri olmalıdır. Ümumiyyətlə pişirilmə vaxtı sanki bir ritual kimidir. Mən yeməkdən çox paxlavanı pişirməyi sevirəm. İlk yuxamız bax beləcə mecmayının hər bir yerinə qalın örtülür. Baxırsınız, onun qıraqlarına çatmalıdır ki, sonradan qoyduqlarımız onun hamısı onun içində dəqiq otursun. Sonra da böldüyümüz içliyi qəşəng içlərinə tökürük və onlar eyni ölçüdə yayılıb düzəlməlidir. Və üstündən yavaş-yavaş belə edib. Şirə də bu arada şirəni də tezcə pişirib hazır qoymaq lazımdır. Bir də qeyd edeyim ki, mecmayının dibi çoxlu yağlı olmalıdır. Bir qatlar olub içi dolandan sonra qəşəng kəsilir, bax beləcə üstü rəhlənilir. Qozla, xaşxaşla üstü bəzəndir. Görün necə gözəldir. İnanın ki, pişməmiş adam yemək istəyir. Əsas da bax bu közdür. Gəncə paxlavası közdə bişməlidir. Közü salandan sonra qəşəng yerini rahatlayırıq, bölürük ətrafına. Sırf közün özünün də qoyma qaydası var ki, mecmayının tam altına köz olmamalıdır. Qıraqlarından yavaş-yavaş pişməlidir. Pişdikcə də yağın pıçır-pıçır səsləri gəlir. Yağ veririk, çoxlu yağ veririk. Yəni özünün 1 kilo yarımdan çox yağı gedir paxlavaya.